Zeynep. Zeynep. Dostlarımız üçün video çəkək, həftə vlog. Video sayılır. Zeynep. Onda qalx şeyin, getdik kənddə vloqunu çəkməyə. Dadadadam. Zeynep paltarlarının geyinənə qədər ona biraz doşa blusu hazırlayıram ki, boğazının ağrısı keçsin. Suya əlavə edək. Belə su aparaq. Zeynep doşa blusunu içsin. Bugün səhər yeməyində xaş var. Zeynep təbii ki yemək istəməyəcək, amma yenə də istəyirəm ki, öskürəyinə görə, həm də vitaminlə zəngin olduğuna görə bugün səhər yeməyində xaş yesin. Zeynep səhər yeməyi gözləyir. Zeynep səhər yeməyində gör nə var? Ən sevdiyin yemək. Ən sevdiyin yeməlisən. Bir iki qazı. Yaxşı. Dostlar, indi dərslərimi bitirdim. Hər şey yolundadır. Və indi gəlib heyva yığmağa. Ondan sonra isə gedirik portağallar aləminə. Gəlin indi gedək. Buradan yığ da, buradan yığ. Buradakılar sarıdır bax. Yaşıldır o əslində. O yaxşıdır hə bax. 2.50 qız. Oy oy oy, kaza oldu. Yere getdi, yarıldı. Göstər görək nəyə qırmısan. Ev yoxdur, əladır, gəl. Tez gəl. Hadi 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 hadi. Necə? Neredeyse biraz soğukta heç nə olmaz. Dostlar, indi mən üşüyürdüm. Bəlkə heyva videomda. İndi isə mən qan tutması üçün belə bir örtü geyindim. İndi isə gəldik portağallar və naringilər aləminə. Gəlin gedəyim. Ən birinci naringi yığalım. Burada naringiler var. Burada reçel var. Belə bir yarpaqıyla birlikdə qurtdum. Saçlı mandarin. Naringi oldu. İndi isə gəlin gedəyim portağal yıkmağa. Biraz gözəl portağal. Əvvəlki videomda anam demişdi ki, belə portağallar daha yaxşı olur. Gəlin bundan gələk. Yenə gedək. Mən ağır şeyləri əlimdə yaxşı tutamıyorum. Hara gedirik indi? İndi gedirik inablar aləminə. Tamam, ehtiyatla get. Gəlin gedək. Amma burası biraz şeydir. Burada babamın bağıdır. Buranı boşaldı. Ehtiyatlı olmaq lazımdır. Burada ağaç var. İnablar. İnablar tatlı. Əslində sən yuxarıdan yığa bilməyəcəksən. Aşağıda bax, yaxşılarından var, aşağıdan götür məncə. Məsələn, belə bir mənzərə ola bilər. Zeynep bax. Bax Zeynep oradan bax. Gəlin. Oy. Dostlar, mən anamla birlikdə, daha doğrusu mənlə anam yox. Anam mənim üçün 2 dənə salamat inab satdı. Çünki dostlar, mənim bəxtimi sınarım, amma 2 dənə inab satdı. İndi isə mən indi ağacıdır. Qıra bilmədin inan. Ne kadar töküldü yere. Kabı koy yere. İndi yık tez yerden.
Oraya başka değil abları. Gel gel yakına. Yakına gel. Topla da yiyeceksin. İndi ise getireyim ağırlar annemle. Burada ne var? Wow, ne güzel manzara. Burada güzel alem. Wow. Gel çekelim. Yaşları olmaz. Bu ikiz kardeşler vereyim. Qabı qoy. Qabı qoy 2 əlli elə tək 50 dərə bilməsin mi? İkizden ayrıldı bir tane bu ikizlik efendim. Ay Allah, annem sarıldı. Baxın, nə oldu, nə baş verdi? Ay bak, ihtiyatsız oldum. Bir tane narın kafasını yardım. Anamın sevgisidir ama ona göre anamın sevgisidir ama ona göre. Ya bu şey. Ben buna sandım. Elimin üstüne olmuş düşünseniz elimin üstünde çiçek dövmesi var. Yəqin ki, müəllimin də baxacaq o çiçək dövməsinə. Bunlara bax Zeynəb. Anamın Zeynəb gör burada. Nə qədər gözəl qırmızı yanaq qızlar var. ona göre. Zeynəb bax Zeynəb. Bunlara bax. Oo, burada laf 1500 kardeş var. Sıkılsının benim. Ay Allah, ben ne kadar ihtiyatsızım. Niyə? Tümlerden tepelerini yardım. Ağaçta saksalamak nazı kalmadı. Yoxsa bəsdir. Hey, sen eşkindin ha. Ben de narlar derdiyce üstüme yağış yağır. Nə yarpaq yağışı? Hemsinin tepesi yarıldı. Dostlar, ben burada göyərtlər tapacağım. Ispanak, keşnişlər. İndi gəlin bu göyərtlərdən verəyim ki, nənəm mənə axşama yeməyə göğü tava hazırlasın. Gəl. Bura mənim nənəmin bağıdır. Dostlar, mən bu göyərtləri belə bu halı ilə yeməyə xoşlayıram. Burada göyərlər də var, pomidorlar da var. Çal pomidorlar. Xiyarlar.
Verin. Koyardan bərək. Ana dersin. Mən dostlar anam dərir çünki mən əlim ağrıyır. Tikanlıdır. Tikanlıdır və mən bunu cibimə qoydum. Buyur. Mini. Nənəm mənim üçün aş bişirib günorta yeməyinə və mən onu çox sevirəm və ketçupla yeyirəm. Günorta. O bir əkizlərimiz də gəlib qoşulub o bir əkizlərə və Zeynəbə. Dostlar, indi gəldik hətta ən maraqlı iş olan yumurta yemək. Amma deyəsən toyuqlardan qorxursan, hə Zeynəb? Bak, göster de yumurtaları. Bəs necə sevirsən sən yumurta yığmağı, ay Zeynəb? Baxaq görək. Yoxdur. Bu tarafta doludur. Diyorsan işlerinden biri bildirsen yumurtlamayıp. Yox, birin xarab yumurta qoymusan əslində deyəsən. Bu xarab yumurta. Korkuyorum. Toyuqlardan. Bəs qorxursan deyirsən gedək yumurta yığaq.